Hər vaxtınız xeyirli olsun. Yəqin ki, Nihatı tanıyanlar çoxdur. Sosial şəbəkədə milyonlarla video izlənib, hətta müzakirəyə qədər gedib çıxıb. Bütün Azərbaycan deyərdim ki, Nihat səndən danışırdı. Artıq əməliyyatımızdan bir neçə aylar keçib, barmaq ucunda gəzirdi. Nihat Gəncədən gəlmişdi. Nihat necəsən? Yaxşı. Sənin indi neçə yaşın var? Mənim indi 11. 11 yaşın var. Nihat, bax səndə şikayətlər nə idi oğlum? Bax nə idi problemin? 4 yaşımdan sonra barmaq ucunda gəzməyə başladım. Deformasiya olmuşdu. Bütün doktorlar getdi, heç bir yaxın durmamışdı. Nə deyirdilər məsəl üçün sənə? Demişdilər ki, əməliyyat olsa KSG-yə düşə bilər, uğursuz əməliyyat ola bilər. Həyatınızla başım bu uşaq belə qalacaq, amma mən ümiddən düşmədim. Biraz öncə bir söz istifadə elədin, Allahdan aşağı Vüqar həkim məni sağladı. əməliyyat elədi. Və gəldin Vüqar doktorun yanına, o dedi ki, mən əməliyyat eləyəcəm və sən yeriyəcəksən. Uşaqlarla da futbol oynaya bilmirdim, velosiped sürə bilmirdim, tez yorulurdum. Amma indi şükür Allaha həm velosiped sürə bilirəm. Uşaqların yanında biraz pisikirdim, amma indi artıq Vüqar həkimin sayəsində artıq Ayağına görə utanırdın ki, mənim belə bir ayağım var. Bəli. İnşallah ki, dərd verən Allah dərman da verir. Və inanırdınmı bu əməliyyatın uğurlu olacağına? Bəli, çox inanırdım. Bugünkü gündə Allaha min şükürlər olsun ki, sən ayaq üstündəsən və gəzirsən. Bir dənə ayaqlarını da göstərim. Ay maşallah. Ged indi Nihat. Ay maşallah. Ya indi Nihatın əvvəlini də verəcəm zaten sizə görəcəksiniz. Nihat hansı bir vəziyyətdə idi. Bu günə şükürlər olsun. Ölkənin tanınmış travmatoloqu Vüqar Mürşidli Nihat balamızın əməliyyatını etmişdi. Artıq sizə mən nəticəni göstərim. Nihatın nəticəsini soruşanlar. Bax belə gəzən uşaqlar var. Bu əməliyyat qorxuluydumu? Bax nə demək istəyirsən son olaraq? Ürək sözün nədir? Hamı uşaqlar qorxmasın, narkozu vururlar, heç nə bilinmir. Və hamı da gözü yumulu şəkildə gəlib Vüqar həkimə uşaqların təhsilini verə bilərlər. Çox uğurlu əməliyyat keçirir. İndi bu videonu Vüqar doktor da izləyəcək. Vüqar doktora bir sözün varmı? Bəli, çox sağ olsun. Onu Allah saxlasın, balalarını da, özünü də. Onu çoxlu öpürəm. Sağ ol Nihat. Allah sənə ömür versin. Ən əsası da can sağlığı. Həmişə ayaqlarının üstündə durasan inşallah oğlum. Yaxşımı? İnşallah. Sağ ol. Sağ ol.